Bugün 44 günlük vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Həmidağa Hüseynzadənin anım günüdür. Ailəsi, yaxınları, eləcə də döyüş yoldaşları şəhidimizin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar. Bildirilib ki, o vətən sevgisi ilə düz 5 il əvvəl döyüş meydanına yollanıb. Son nəfəsinə qədər torpaq uğrunda mübarizə aparıb. Qeyd edək ki, şəhid Həmidağa Hüseynzadə 2020-ci ildə Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən xüsusi əməliyyat zamanı şəhid olub. Ölümündən sonra Qarabağ ordeni ilə təltif edilib. Çox mənə ağırdı, çox çətin olsa da qürurluyam ki, mənim bu cür qiriyyətli, namuslu, Azərbaycan xalqını sevən, millətinə qiymət verən, evladı, yəni dövlətinə qiymət verən balam olub. Bu oğullar həmin oğullar idi ki, onlar bu 30 ildən yuxarı olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında həmin onun verdiyi əmri əsasında həmin bu torpaqları düşmən əlindən azad elədilər.